tanışırıqsa, elimizin gözəl adəti ilə biz Afaq gəlinimizin mübarək yerlərindən xınasını yapacağıq. Mərhum əməkdar artist Zöhrə Abdullayevanın evində xeyir işdi. Müğənninin nəvəsi Afaq ailə qurmağa hazırlaşır. Hazırda şəhər restoranların birində sənətçinin nəvəsinin xına mərasimi keçirilir. Qeyd edək ki, Zöhrə Abdullayeva 2021-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Taleyim belə gətirdi. Niyyətim yox idi. Valideynlərim həyatda olsaydı bu yaşa qalmazdım. Babalarım da elə 40 yaşdan sonra evləniblər. Gec evlənməyimə peşman deyiləm. Bu sözləri Talib Taley künc bucaq verilişində deyib. İfaçı gec ailə qurmasına belə münasibət bildirib. Anı yaşamağın fərqinə varmayan insanlar deyir ki, bir təhər uşağımı böyüdüm. Bunu bir missiya kimi görürlər. Əsas bu prosesi yaşamaqdır. Gələcək onsuz da bilinmir nə olacaq. Keçmiş də keçmişdə qalıb. Əsas anı yaşamaq lazımdır. Belə mövzularda cəmiyyətin fikrini o qədər də önəmsəmirəm. Deyirlər ki, taylarının nəvəsi var. Varsa var da. Ata olmaq məni daha həssas, məsuliyyətli etdi. Həyatı daha çox sevdim. Həyat yoldaşım qısqanc deyil.